Silahlı Qüvvələrə Vətəndaş Nəzarəti Mərkəzi bugün media mərkəzində 3 əskərə qarşı vətənə xəyanət, tabeliyindəki şəxsə zorakılıq və səlahiyyət həddini aşma ittihamları ilə məhkəmə prosesi ilə bağlı mətbuat konfransı keçirib. Mərkəzin rəhbəri Ələkbər Məmmədov qeyd edib ki, ölkə hərbi prokurorluğu Gədəbəydəki hərbi hissələrin birində xidmət edən tağım komandiri Xəqani Cavadova, Çavuşlar Elçin Məmmədov və Süleyman Əliyevə qarşı bu ittihamı hər 3 əskər xidmətlərini başa vurduqdan 6 ay sonra, yəni 2008-ci ilin sonlarında qaldırıb. Onun sözlərinə görə bu şəxslərin həbsinə Nurlan adlı əskərin ifadəsi səbəb olub. İfadəsində həmin şəxs zabiti və çavuşları ermənilərə tərəf keçməkdə, dövlət sirlərini ermənilərə verməkdə Cavadovu cinsi zorakılıqda itham edib. Mərkəz rəhbəri qeyd edib ki, istintaq müttəhimlərin günahsızlığını təsdiq edən faktları araşdırmayıb, hadisə ilə bağlı şahidləri dindirməyib. Buna baxmayaraq 2009-cu ilin avqustunda keçirilən məhkəmə prosesində Cavadov və Məmmədov 15 il, Əliyev isə 12 il müddətinə azadlıqdan məhrum edilib. Cavadovun vəkili Vüqar Xasiyev qeyd edib ki, bu cinayət işi ilə bağlı məhkəmə prosesi qapalı keçirilib. Hətta müttəhimlərin valideynləri belə prosesə buraxılmayıb. Bundan əlavə məhkəmə prosesində bu şəxslərin erməni tərəfə keçməsi, sirləri düşmənə verməsi kimi halları təsdiq edən şahidlər olmayıb. Məhkəmə ancaq Cavadovun əskərlərə zorakılıq etməsi, atasının xəstə olması ilə bağlı 10 gün müddətinə hərbi hissədən evə gəlməsi kimi halları araşdırıb. Rəsmi icazə olmasın, amma faktiki icazə verilmiş şəkildə gəlib və atasına görüşəndən sonra hərbi hissə qayıdıb, amma söhbət ondan gedir ki, işin istintaqı aparan müstəndiq isə gəlib Bəkir, onun atası Bəkir dindirəndə Bəkir bildirib ki, bəli, mən xəstə idim, oğlum ona görə gəlib və ona ağ kağıza qol çəkdi. Bu cinayətdə motiv yoxdur deyə vəkil istintaqa etirazını ifadə edib. O qeyd edib ki, bu cinayət işi ilə bağlı artıq apellyasiya şikayəti mərhələsi də bitib və məhkəmə müdafiə tərəfin heç bir vəsadətinə belə baxmayıb. Bu isə ölkədə müstəqil məhkəmə hakimiyyətinin olmamasının göstəricisidir deyə Xasayev münasibətini ifadə edib. Elçin Məmmədov və Süleyman Əliyevin vəkili Elçin Sadıqov da məhkəmənin müdafiə tərəfin dəlillərini nəzərə almadığını deyib. Təsəvvür edin, ittihamda bu şəxslərin erməni tərəfə keçmələri qeyri-müəyyən şəraitdə, qeyri-müəyyən vaxtda erməni tərəfə keçməsi kimi bir cümlə ilə ifadə edilib, deyə vəkil qeyd edib. Sadıqov da bu həbsdə bir motiv görmədiyini deyib. O, hazırda bu prosesin Ali Məhkəmənin baxış mərhələsində olduğunu deyib və məsələni ictimailəşdirməklə bu şəxslərin günahsız olduqlarını sübut etməyə çalışdıqlarını nəzərə çatdırıb.